bir ruhani danışırdı. Deyir ki, bir yerdəydi, oturmuşdum maşında, sürücü düşüb getmişdi. Birdən gördüm, bir nəfər girir maşına, açar da maşının üstündə. Gördüm ki, yavaş əlini atır xoddamağa maşını. Xoda salıb, ayıldım ki, bu oğrudur girib maşına. Deyib, iki dənə vurdum onu, qovdum, durdu, qaçdı, getdi. Deyir, o gedəndən sonra öz-özümə baxdım, dedim, oradan da bu oğru olmaq da bir stresli işdir, çətin işdir. Sonra dedim ki, yəqin bəlkə də mən ona görə oğru olmamışam ki, bu işləri bacarmıram. Gündür əba əmmamə giymişəm, bəlkə də oğru olmağa da bir ciyər lazımdır, ürək lazımdır. O məndə olmadığından elə bir çox günahları biz ona görə eləmirik ki, şücaətimiz çatmır. Şücaətimiz çatmır, hünərimiz çatmır. Ayətullah Behçət deyir ki, bir üstünə qədər firon var cəmaatın içində. Baxma ki, üzr istəyirəm o əxlaq qiyafəsində bir meydan ver ona, meydan yoxdur. Meydan ver ona, gör necə fironluq eləyir. Hamıya elə hər firon potensial olan adama meydan verilmir ki, qırsın cəmaatı. Ona görə də deyir, İnnə əkrəməkum indəllah ətqakum. Allaha yaxın olanlarınız, Allahın yanında daha əziz olanlarınız təqvalılarınızdır. Demir ədalətlilərinizdir, demir səxavətlilərinizdir, demir şücaətlilərinizdir. Deyir, təqva ilə əldə edilən xüsusiyyət önəmlidir. Mən sözümü tamamladım. Bir daha bu xüsusiyyətlərin əxz olunması üçün mən həmişə demişəm, tək başına mümkün deyil. Gərək məsumlar da adımıza çatsın. Məsumların qapısına gedək.